Salam değerli abituriyentlər, hər vaxtınız xeyir olsun. Abituriyentlər və değerli 9-cu siniflər, hər vaxtınız xeyir olsun. Deməli, mən bu günləri 2 noyabr 2025 tarixində keçirilmiş OTK-nın sınaq izahını verəcəm. Yəni ingilis dilindən sınaq izahına, qaydalarına daha çox baxacağıq. E, Deməli, baxıb səhvlərinizi də yoxlaya bilərsiniz. Düşünürəm ki, elə də çətin suallar deyildi. Ümid edirəm ki, hər kəs yaxşı nəticələr əldə edib, nəticə əldə edə bilməyənlər də buradan səhvlərinə baxıb və sonra da həmin deməli səhv yazdığı hissələrdə evdə təkrarlaya bilərlər. Mütləq ümumiyyətlə sınaq işlədiniz, test işlədiniz. Abituriyentlərə hər zaman mən onu deyirəm, öz şagirdlərimə də deyirəm. Deməli, hər zaman səhv etdiyiniz mövzunun hansısa bir hissəsində səhv edirsinizsə, hansısa bir mövzuda səhv edirsinizsə, o deməli mövzunu mənim izahımla deyil. Mənim izahıma baxdınız, tamam. Sonra da gedib həmin mövzunu açıb, mövzunu təkrarlayırsınız ya da öyrənirsiniz. Yəni səhvlərin üzərində öyrənmək daha yadda qalan olur. Yəni burada mən bunu səhv etmişəm, gedirəm həmin mövzuyu açıram və həmin mövzunun deməli nəyə görə səhv elədiyimi axtarıb araşdırıb tapıramsa, o mövzunun həmin hissəsi mənim heç vaxt yadımdan çıxmayacaq. Yəni bu ən gözəl öyrənmək üsuludur. Baxaq 56-cı sualda, yəni ingilis dili hissəsinin ilk sualında belə bir deməli deyir ki, altından xətt çəkilmiş sözün sinonimini və hər zaman diqqət edin, belə testlərdə sinonim və yaxud da antonim, ola bilər opposite deyər, yəni əksi və yaxud da close meaning deyər, yenə də biz sinonimini axtarmalıyıq close meaning deyəndə, opposite deyəndə isə antonimini, yəni əks mənasını axtarırıq testlərdə. Baxırıq ki, burada Ə, variantlara baxırıq. Burada ümumiyyətlə deyir ki, most teenagers have active life nowadays. Deyir bu günlərdə əksər deməli gənclərin aktiv həyatı var. Burada aktiv sözü boring D variantı çıxırıq, sıxıcıdır. Basic, yəni sadə, sıradan, adi. Strange qəribədir, beloved sevimlidir, amma bizə aktiv lazımdır, yəni aktiv lazımdır. Burada cavabımız olacaq C variantı, yəni energetik, elə aktiv deməkdir. Ona görə də, yəni bir də sözləri önəm vermək lazımdır. Daha çox artıq testlərdə sözlərə önəm verilir. Ona görə də dərsliklərdə olan sözləri daha çox öyrənin, əziz abituriyentlər, əziz 9-lar. 57-cidə isə yenə də bizdən baxırıq ki, cavablarımızda bizə nə verilib? Cavablarımızda bizə əvəzlik verilib. Deməli, biz əvəzlik qaydalarını xatırlamalıyıq. Hər zaman bəzən uşaqlar deyirlər ki, müəllim, biz şərti başa düşmürük. 57-ci sualda, misal üçün, bizə deyir ki, düzgün variantı seç. Biz nəyə görə düzgün variantı seçək, müəllim? Burada variantlara baxmaq lazımdır. Verilən variantlara baxırıq ki, burada ancaq əvəzlik verib. Deməli, biz əvəzliyin qaydalarını xatırlamalıyıq. Baxırıq ki, ə, have verib, yəni xəbərimiz cəmdir. Xəbərimiz cəmdirsə, biz burada he götürə bilmərik. Təbii ki, he, çünki üçüncü şəxsin təkidir və has olardı, have olmazdı. Digərləri birinci tərəfə uyğun gəlir. Digər tərəfdən də baxırıq ki, boşluqdan sonra isim gəlir. Ona görə mən isimsiz olanları çıxıram. Yəni, bu theirs'dir, ours'dır, onlardan sonra isim gəlməz. Və yerdə A və B variantlarımız qalır. Baxırıq ki, A variantında birinci tərəfə ay qoya bilərik, problem deyil. Amma ikinci tərəfdə biz deməli, baxırıq ki, isim gəlib. İsim gəlibsə, onda bizə yelik əvəzliyi lazımdır. Və ona görə də B variantı doğrudur. I have finished my project this week. Mən öz deməli
e, proyektimi bitirmişəm. Bu həftə bitirmişəm. Öz ödevimi bu həftə bitirmişəm. Yəni doğru cavabımız olur B variantı 57-ci sualda. 58-ci suala baxırıq. Bu da yenə də düşünürəm ki, çətin suallardan deyil. Article mövzusudur. Yenə də burada bizə düzgün variantı istəyir və hər zaman diqqətli olun ki, düzgün və yaxud da səhv variantı istəyə bilər bizdən. Səhv deyəndə, yəni wrong ola bilər və yaxud da ki, correct ola bilər və yaxud da ki, true ola bilər. Ona görə şərtlərə diqqət etmək lazımdır. Və baxırıq ki, Ə, deyir ki, suddenly the children saw, qəflətən uşaqlar gördülər a big monkey, böyük bir meymun. Baxın, bu meymun haqqında ilk dəfə danışılır. Biz bilirik ki, iki cür artiklımız var. Müəyyənlik və qeyri-müəyyənlik artiklı. Müəyyənlik artiklı nəsə bir şey haqqında ikinci dəfə danışılanda biz ondan istifadə edirik. Amma qeyri-müəyyənlik artiklı odur ki, hələ biz bu haqda ilk dəfə eşidirik. Yəni, dinləyənə hələ məlum deyil. Yəni, deyir ki, qəflətən bir meymun, uşaqlar bir meymun gördü. Yəni, görürsünüz ki, ilk dəfə bu haqda danışılır. Ona görə də biz Z artiklı verə bilmərik, D variantımız gedər. Digər varianta da baxırıq, digər tərəfə də baxırıq. Boşluqdan sonra boat gəlib, qayıq və ə, baxırıq ki, B hərfi iləndir, yəni saitlə deyir, samitlə deyir. Ona görə biz A variantına çıxırıq. Çünki ən artiklı saitlə başlayan sözlərin qarşısında işlənir. Ona görə də A variantında çıxırıq. Və qalır B variantımız, C variantımız və I variantımız. Və biz B variantını götürə bilmirik. Niyə görə? Ona görə ki, biz sayılan tək ismin artiklını ata bilmərik. Yəni o artikl o zaman düşür ki, ismin qarşısına ya ə, ismin qarşısında ya yelik əvəzliyi olsun, ya isim yelik halında işlənsin, o zaman artikl düşür. Yəni biz başqa vaxt sayılan tək ismin artiklını ata bilmərik. Ona görə də burada da həmin qayda yoxdur deyə, yelik hal və ya da yelik əvəzliyi yoxdur deyə, hər hansısa bir başqa əvəzlik yoxdur deyə. Ona görə də B variantını çıxırıq. Eləcə də C variantına çıxırıq. Çünki artiklsız ki, o olmaz. Çünki biz dedik ki, sayılan tək isimin yanında mütləq artikl olmalıdır. Digər tərəfdə də ki, qayıq sözüdür və onun da yanında artikl olmalıdır. Sayılan tək isimdir. Ona görə də E variantımız, yəni I variantımız doğrudur. Bir test işləyəndə hər zaman bütün həmin əgərləri artikeldən və yaxud da əvəzlikdən və yaxud da isim testini işləyirsinizsə, öncə bütün həmin qaydaları xatırlayın ki, qaydaları tətbiq edə-edə testləri rahat işləyəsiniz. Baxırıq ki, burada deməli useful faydalıdır. Ondan sonra gələn isimə baxırıq ki, o isim sayılmayan tək isimdir. Sayılmayan tək isimdirsə, biz many ilə sayılan cəmsini işlədərik. Few ilə sayılan cəmsini işlədərik. A few ilə sayılan cəmsini işlədərik. Bu quantifiers mövzusudur, yəni kəmiyyət bildirən sözlərə aiddir. Y variantında isə a lot özü isimlə işlənmir. A lot özü zərf olur, feillə işlənir. Yəni desəydi ki, o çox danışır, she speaks a lot, o zaman a lot işlədə bilərdik. Yəni isimlə işlədə bilmərik a lot-u. Yerdə qalır C variantımız. She has a lot of useful information in her essay. Onun essesində maraqlı, çoxlu informasiya, daha doğrusu faydalı, çoxlu informasiyalar var. Ona görə doğru variantımız olur C variantı 59-da. 60-cı sualımıza baxırıq. Burada da yenə də definition. Baxın, artıq əvvəlki illərə nisbətən son illərdə sözlərə və mətnlərə qaydalardan çox üstünlük verilir. Ona görə də dərslik sözlərinə hər zaman deyirəm, önəm vermək lazımdır. Dərslikləri gözəl bilmək lazımdır. Yəni sadəcə toplu 2-ni öyrənim və yaxud da hər hansısa bir testi bitirim, nəticəm gözəl olacaq, belə bir şey yoxdur. Artıq deməli,
biz dərsliklərə də önəm verməliyik. Çünki sözlərimizin əksəriyyəti, yəni bizdən söz testi verirsə, bu mütləq dərslikdən olur. Ona görə də dərsliklərə önəm vermək lazımdır. Baxırıq ki, dərslik sözlərinə də. Baxırıq ki, yenə definition. Definition bilirik ki, sözün açıqlamasını istəyir bizdən. Düzgün sözün açıqlaması. Yəni, bizə sözün açıqlamasını verib, həmin sözün özünü tapmalıyıq biz. Having a lot of strength of, yəni çoxlu gücü olmaq və yaxud da güclü olmaq. Burada təbii ki, polite, demək, nəzakətli, beneficial, faydalı, suitable, uyğun. Görürsünüz ki, bu sözlərin heç birisinin mənası güc deməkdir. Amma burada powerful sözü var və güc deməkdir, güclü deməkdir. Ona görə də, yəni, demək cavabımız olur D variantı. Yəni 61-ci sualda, 60-cı sualda daha doğrusu doğru cavabımız olur D variantı. 61-ci suala baxırıq. Yenə də burada mübtəda xəbər uzlaşması ilə bağlı bir testdir. Daha doğrusu zera adı və bilirik ki, zera öz yanındakı ismə uyğun xəbər tələb edir. Ə, Yanındakı isim isə baxırıq ki, cəmdədir. Cəmdədirsə biz nə götürərik? Təbii ki, cəm xəbər. İsimimiz cəmdirsə, xəbərimiz də cəm olmalıdır. Ona görə də 2 və 4 cavabımız olur D variantı. Düşünürəm ki, normal oxuyan şagird bu suallarda çətinlik çəkməyəcək. 62-ci testə baxırıq. Yenə də article testidir. Ə, Baxırıq, digər tərəfdən götürək biz bunu. Baxaq ki, batə yağ sayılmayan isimdir, düzdürmü? Biz bilirik ki, sayılmayan isimlərlə article verməliyik. Sayılmayan isimlə o zaman biz misal üçün z article veririk ki, bu article, daha doğrusu bu isim müəyyən olsun. Deyərəm ki, mən dünən yağ aldım. Yağ köhnə idi. O zaman mən deyəcəm debatə. Yəni yağ artıq bilirsiniz ki, hansı yağdan danışıram. Səsimə görə də üzr istəyirəm. Biraz üstünüzə sağlıq, qripəm. Ona görə də səsimdən dolayı üzrlü sayın. Ə, Baxırıq ki, dedik ki, batə sayılmayan isimdir. Ona biz durub-dururkən sayılmayan isimlərə artikel vermərik. Yəni hansı halda artikel veririk? O halda ki, o isim müəyyən olsun. Yəni, ona görə də biz hələ ki, AN artiklı heç vermərik sayılmayan isimlərlə. Çünki bilirik ki, AN artiklı sayılan isimlərlə işlənir. Ona görə də A, E və S variantları gedir. D variantı niyə gedir? Ona görə D variantı da gedir ki, burada traditional sözü saitdir, samitdir. Samitlə başlayan sözlərdə də biz ən artiklı götürməliyik. Cavab olur B variantı. Ümid edirəm ki, bu testdə sizə aydın oldu. 63-cü suala baxırıq. Yenə də mübtəda xəbər uzlaşmasıdır. Bilirik ki, to və ing ilə başlayan cümlələrimiz, yəni cümləmizin mübtədası to-lu və ya ing-li sözdürsə, o zaman xəbərimiz təkdə olacaq, yəni cəmdə ola bilməz. Bu, mübtəda xəbər uzlaşması qaydasında var. Ona görə də 1 və 2 gedir. Baxırıq ki, 3 və 4 də ing-li sözlə başlayıb, amma xəbər necədir? Xəbər təkdədir. Ona görə də doğru variantımız olur 3, 4. 3, 4 hardadır? C variantında. 64-cü suala baxırıq. 64-cü sualda isə yenə də definition'dır, yenə də söz deməli testidir.
Burada da yenə də izaha ehtiyac yoxdur. Düşünürəm ki, əzbərləmək üçün şov və nədir? Yəni güclü yağış deyilir. Ona görə də 2-yə C variantı o uyğun olacaq. Sonra sky, fog duman deməkdir. Ona görə də 3-ə A olacaq. Yerdə də qalır qeyl, o da deməli güclü külək deməkdir. O da olacaq B variantı. Deməli 1B, 2C, 3A oldu C variantı doğru cavabımız. 65-ci suala baxırıq. Yenə də burada da yenə hansı deməli qayda düşdüyünü yenə də variantlara baxaraq ki görürük. Burada yəlik əvəzliyidir, ümumiyyətlə əvəzlikdir və görək ki, yelk əvəzliyi verilib. Yelk əvəzlikdə bilirik ki, isimli və ya isimsiz olmaqla iki qrupa bölünürdülər. Baxırıq ki, boşluqdan sonra heç bir isim yoxdur hər iki tərəfdə. Ona görə mən niyə görə isimli mayı götürüm? May desəm deyərəm my book, mənim kitabım. Və yaxud da B variantı. Her desəm deyərəm onun kitabı. Yəni yenə də isim yoxdur heç bir tərəfdə. Buna görə də mən isimli olan variantları çıxaram. Baxın, 65-də E variantını birinci tərəfə qoysaq olar, amma ikinci tərəfdə hör yenə də isimsiz qalır. Yəni amma isimlidir. Ona görə onu da götürməliyik. Qalır D variantımız. Yours və yaxud da mine. Is that CD yours? O CD səninkidir. No, it isn't mine. Yox, mənimki deyil. Yəni isim İstəməyən bir əvəzlik lazım idi. Ona görə cavabımız olur D variantı. 66-cı sualda yenə də most görürük və özündən sonra sifət gəlibsə, mostun iki dənə qaydası var idi. Mostdan sonra isim gəlirdisə, burada artikel götürmürdük biz. Çünki orada əksər mənasındaydı. Amma mostdan sonra sifət gəlirdisə, bu üstünlük dərəcəsi idi və bilirik ki, sifətin üstünlük dərəcəsində biz Z artikeli götürürük. Ona görə birinci tərəfdə Z olmayanları çıxarıq. Baxırıq, ikinci tərəfdə də vahidlik bildirən isimdir. Vahidlik bildirən isim nədir? Yer, ay, günəş, burada da dünya, yəni vahidini bildirən isimlərdəndir. Ona görə də Z olacaq. Hər iki tərəfdə Z, A variantı. Doğrudur. 67-ci suala baxırıq. Bu da yiyəlik haldır. Yiyəlik halda baxırıq ki, yenə də baxan kimi bizdən pozitiv case istəyirsə, yenə də pozitiv case qaydalarını yadımıza salırıq və testə baxırıq. Əhəm. Baxırıq birinci sualımıza Shakespeare-in ə, əsərləri. Yəni tək ismi gələcək apostrof S-lə düzəlib, özündən sonra da isim gəlib, birdə bir problem görmürəm. Baxaq ikinci deməli sualımıza. İkinci sualımızda children sözü cəmlənib. Yəni biz bilirik ki, child uşaqdır. Onun cəm forması isə children'dır. Daha ona S artırmağa ehtiyac yoxdur. Yəni burada olardı birinci apostrof, sonra S. Kökdən dəyişərək cəmlənən isimlərin yiyəlik halı necə düzəlirdi? Apostrof, sonra S ilə düzəlirdi. Daha S apostrofla yox. Ona görə deməli 1 doğrudur, 2 yanlışdır. 2 olanlarda çıxırıq variantdan. Cavabımız təbii ki, C variantıdır. Amma biz 4-ə də baxacağıq. 4-də niyə görə doğru deyil? Çünki safety deyir. Yəni sifət gəlib özündən sonra, apostrof S-dən sonra. Həm də ki, başqa bir də burada sifət gəlməsə də, sifətdən sonra düzdür, isim gəlib, burası doğru ola bilərdi. Amma burada zis deyir. Dörd hərfli, bilirik ki, işarə əvəzliyi özündən sonra tək isim istəyir. Amma burada ismi cəmləyib. Burada problem bu hissədədir. Ona görə 4 yanlışdır. 3 niyə görə doğrudur? Mənim qardaşımın dostu, yəni tək isimli, tək isimində yer, yəni apostrof S-lə düzəlib, heç bir problem yoxdur. Digər suallara da baxaq.
68-ci deməli, suala baxırıq. Bizə antonim istəyir. Antonim. Antonim bilir ki, əks mənalı sözlərdir. Huge böyükdür, small balacadır. Bir doğrudur. 4-ə baxırıq. Clean təmizdir, 4 seçilidir. 4-də. Yəni antonim sözdür. Old, deməli, yaşlı, qoca, qədim. Young, gənc. Buna görə 5 oldu cavabımız. 1, 4, 5. Növbəti videoda isə mən sizin üçün ə, reading testini, daha doğrusu reading testini də izah edəcəm. Hələlik isə bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olacaq. Daha ətraflı ə, YouTube kanalımda bütün izahlara baxa bilərsiniz. Bütün mövzuların izahları var. İnşallah ki, sizin üçün faydalı olar. Çox sağ olun. Diqqətiniz üçün təşəkkür edirəm.